Rusiya imperiyası Qazax çöllərinə sürətlə irəliləyirdi və onları bir növ işğal eləmişdi və yavaş-yavaş qalalar tikərək daha da çox steplərə doğru ordusunu yürüdürdü. Buna cavab olaraq da Qazaxlar bir neçə dəfə üsyan qaldırdılar. Məsələn, İsatay bəy var ki, o da döyüşməyə çalışdı, amma yenildi və bu üsyanların ən uğurlusu isə Kenesarı xan elədi. Kenesarı sözünə baxaq. Bizim dildə çox asanlıqla qarşılığını tapırıq. Kene, gənə, sarı, sarı. Yəni gənə kiçik mənasını verir. Yəni kiçik sarı. Bu Kenesarı xan bir Qazax xanı idi. Kökü gedir çıxır Çingizə, yəni Çingizlərin nəslindəndir. Çox savaşçı və qəhrəman bir insan idi ki, Rus ordularına qarşı üsyana başlayır. Çox uğurlu döyüşür, vurğaçlarla, partisan müharibələri ilə. Amma zamanla görür ki, iki məngənin arasında qalıb. Şimaldan Rusiya imperiyasıdır, cənubdan isə Kokand xanlığıdır ki, Qazaxları bir növ əsarət altına salıblar və bunun onsuz da valideyninə və böyük qardaşına xəyanət edən Kokand idi. Yəni başqa bir türk dövlət. Ona görə də ordusunu yeridir Kokandın üstünə, daha sonra isə Qırğızlar ordusuna qatmaq istəyir. Belə bir çətin məqamda Qazax bəyləri də birazcıq onun əmrindən çıxan kimi onlar da sərt davranır və zamanla öz nüfuzunu itirməyə başlayır. Bununla da daha da aqressivləşir. Rusiya bundan istifadə edir, daha çox gəlir. Məsələ budur ki, Ruslar sayca aşırı çoxdular. Əgər təminat təchizat sistemini düzəltsələr, anında Qazaxıstanı, bütün Orta Asiyanı rahat işğal eləyə bilərdilər. Bunu bilən Kenesarı xan da onlara vurğaç eləyirdi. İmkan vermirdi ki, onlar nəfəs alsınlar. Bir neçə döyüşdə uğurlu oldu həqiqətən. Fəqət bilirsiniz, yəni bəzi şeylər artıq nəticəsi çoxdan yazılır və Rus ordusu Qazaxıstana irəlilədikcə, Qırğızları da qızışdırdıqca Kenesarı xan daha da öz regionunda limitləndi və sonunda Qırğızları öz ordusuna qatmaq üçün Qırğızstana hücum elədi və bu sırada tələyə düşdü. Qırğızların xanı Orman xan tərəfindən öldürüldü. Yəni bir Rus gülləsinə ölmədi, bir türk qılıncı ilə başı kəsildi. Bu gün isə Qazax tarixinin ən qəhrəman insanlarından biridir. Tək Qazaxların yox, mənim kimi belə şəxslərin aşiq olan individuallar üçün də unudulmaz bir şəxsiyyətdir.